Hörmətli izləyicilərimiz, sizə bir dənə bağ evi tapmışam. Kupçalı. Bax bu göy-göyərti var ha, dərmansız. Bax kartoşkası burada. Bu nə idi? Dağ keşnişi, şüyütü, keşnişi, hər bir şeyin həyətdən təmiz-təmiz yiyirsiniz. Bax burada tut ağacı, nar ağacı. Bibi maşallah, həyəti gül kimi eləyib, bəzərisinə qədər əkib. Çox səliqəli, səhmanlı, özünə ideal bağ ev axtaranlar üçün ideal bir dənə var ya. Gəl göstərək, bax burada zeytun ağacları, burada soğanlar əkilir. Ay. Mənim ən çox sevdiyim nanə. Ayda, həyət evinin mən bu özəlliyini xoşlayıram da, bəlkə bir-birdən aldım ecədən də. Biraz aparmaq kimi həyətdə, əncili, burada ağacları. Burada çölsan uzelidir, hörmətli izləyicilərimiz. Buna baxa bilərsiniz. Burada da metlağı, ümitsazı zadı vurulub. Burada duş qoyulub həmçinin. Bax, reyhanlarına qədər əkilib burada. 500 otun içində sarayda bağlar masivində hündür bir ərazidə yerləşir. Kanalizasiyadan mərkəzidir. Baxın, burada da göy-göyərti səkilir. Bu bağ evinin ən üstün cəhətlərindən biri. Bağ evinə qonaq gəlir ha, qalmağa yer olmur ha. Bax, qardaş onu da fikirləşib. Qonağın gəldi, bir dənə bax, burada super bir dənə bax. Qəşəng bir dənə qonaq evi fikirləşiblər, hörmətli izləyicilərimiz. Burada apşifka taxtı ilə nəzərdə tutulur. Bir dənə zəhmət olmuş, oradan buranı göstər, mən izah edeyim. Evdən əlavə, ev belə super Euro təmirdir. Bu da paket kupçadır. Evin də torpağın da kupçası var. Paketə tam yararlıdır. Apşifka taxtası vurulur. Hörmətli izləyicilərimiz. Bax ki, qonaq gələndə istər-istəməz əlavə yer olmur da. Məsələn, evdən kənarda istəyirsiniz bir yer olsun. Bu da ən ideal seçimlərdən biridir. İndi mən sizə izah edeyim. Qapısını da bağlayaq. Bax, şıq-şıddinə qədər hamısı at deyildir. Bax, buradan keçirik, özü kürsülüdür maşallah. Burada da ağacları var. Bax, zeytuni, ağacı bilmirəm, bilən dərsə yazsın, Yapon əzgili. Maşallah, göy-göyərtisi bu. Alasan kərkətini saxlayır, baxın. Maşallah, göy-göyərtisi, leşləri səliqəlidir. Hələ biz də gələndə bir bunları rengi yedik ki, baxın, görün, nə səliqəli, nə səhmanlı həyəti. Burada oturan stollarına qədər. Burada, gəl. Burada bir dənə bax belə gözəl yeri var. Toyun zatda kim alsa saxlaya bilər. Buranın üstündə üzüm talvarıdır. Burada manqalı. Burada da bir dənə əldamısı var. Otaq lazımsız şeyləri bura yığırsınız. Hörmətli izləyicilərimiz. Gəlin keçək. Baxın da gözəllik, bura düz. Bax, orada da nəsə əkilib, nə əkilib. Bax, bir dənə bunu götür hələ oradan. Bax, paket şifrdir, hörmətli izləyicilərimiz. Gəlin, indi evin bax, bu qabaq hissəsində də bax, bu güllər əkilib. Geniş bir dənə plaşatkası var, hörmətli izləyicilərimiz. Ev, bura köhnə tikilidir. Yeni təmirdən çıxıb. Ay maşallah, ya tikilinin paket şifri nəyə desəz deyək. Wow. Evin dizaynı da super verirlər. Çox böyük, 118 kvadrat kupçada. Bir dənə böyük bir dənə yataq otağı burada. Özdə ev köhnədə olsa, hörmətli izləyicilərimiz, həm köhnə ev istəyirsiniz, həm də yeni təmirdən çıxmış. Burada üst-üstə düşür. Özü ən qardaş bahalı təmirlər, plyuslar, təmiz otaqda plyuslarda, laminat, falqalı laminat deyil. Qapılar, indi siz gələndə görəcəksiniz, ağır qapılardır. Koridor genişdir. Bir dənə burada mətbəxidir. Baxa bilərsiniz. Super, bahalı mebel yatırıb qardaş bura. Super. Burada sanuzelidir. Gözü yandırmışıq. Maşallah sanuzeldə boldur. Yəni burada narahatçılıq, yəni yaşayış üçün ideal. Bir dənə burada bir şey yataqlar. Baxa bilərik. Çox səliqəli, çox səhmanlı. Gördüyüm, yəni təmirdə əla vəziyyətdədir, hörmətli izləyicilərimiz. Bu, deməli, 2 dənə spalni, bir dənə də zal olur orada. Zal, 2 spalni. Bir dənə spalni buradadır, hörmətli izləyicilərimiz.
Sarayda hündür yerdə, super yerdədir. 5 sotda, paket kupçalı, 2 ev, bağlı, bağçalı, özünə variant axtaranlar 115 minə. Buyurun zəng edin.